Sağ olun. Siz de hoş gelmişsiniz. Allah sizi Allah sizi korusun. Allah sizi korusun. korusun benim komandanım. Allah sizi korusun. Allah yaşlasın. Allah şunları təbrik edirəm sizi. Doğma torpağa şahidi münasibəti ilə 34 ildən sonra şükür Allah'a torpaqlarımız işğalçılardan azad olundu və yavaş-yavaş bütün keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdılar. O cümlədən bugün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni, böyük qayıdış proqramı bugün dünya miqyasında ən uğurlu icra edilən qayıdış proqramı. Siz isə uzun illər çətin şəraitdə həm fiziki, həm mənəvi əzablar içində yaşamışsınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlik. Sizin üçün, bizim xalqımız üçün 91-ci ilin sonunda Ermənistan dövləti sizi dədə-baba torpağından didərgin salmışdır. Dekabr ayında, dekabrın sonuydu. Və indi dekabrın sonunda 25-ci ildə ədalət burada da, bu torpaqda da tam bərqərar olur. Və bu illər ərzində əlbəttə ki, təsəvvür eləmək çətin deyil ki, necə əzab, əziyyət içində yaşamışsınız. Həm ev şəraiti, həm mənəvi əzab, ədalətsizlik hissi. Amma əminəm ki, siz də bütün xalqımız kimi inanırdınız ki, gün gələcək və biz bura qayıdacağıq və 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində Kərkicahan qəsəbəsi Xankəndi şəhəri ilə birlikdə işğalçılardan azad edilmişdir və burada həyat artıq yenidən qurulur. Mən oktyabr ayında gəlmişdim qəsəbəyə. O vaxt göstərir.